Yəni kişilər nəyə görə az yaşayırlar? Həmişə bu söhbət gələndə bir hekayə yadıma düşür. Deməli bizim kəndimizdə bir nəfərin həyat yoldaşı rəhmətə gedir və atamla anam da evdə mübahisə eləyirlər bu haqda ki, bəs əsas da atam mübahisə eləyir ki, bəs tez gedək ziyarət eləyək onların evini, yaxşı deyil. Yəni ölən adam var. Və yəni həm adət-ənənəyə görə, həm də ümumilikdə hörmət əlaməti olaraq tez bir zamanda ziyarət etmək lazımdır. Təbii ki, kəndə gedəndə ilk işləri həmin insanın evini ziyarət etmək olur. Bu həyat yoldaşı rəhmətə gedən insanın. Gedirlər ora, nəsə kənd yeridir, cəbhərin arxasından səsləyirlər. Və bu zaman şoka düşürlər. Niyə şoka düşürlər? Çünki onları qarşılayan adam həmin bəyin yeni həyat yoldaşı olur. Başqa sözlə desə 40-a çıxmamış yenidən evlənir. Təbii ki, onları dəvət edirlər atamla anam içəri, onlar əyləşirlər, çay içirlər. Həmin xanım deyir ki, bəy birazdan gələcək və belə bir şey gözləmirlər ümumiyyətlə. Sonra qayıdandan sonra anam atama qayıdır, deyir ki, bəs mənlə mübahisə edirdin. Adam heç özü 40-a çıxmamış yenidən evlənib. Belə nümunələr də var təbii ki, amma ümumilikdə götürdükdə kişilərin az yaşaması nədən irəli gəlir? İlk növbədə, yəni dünya üzrə statistika göstərir ki, kişilərin sayı qadınların sayından daha azdır. Təqribən bu 55%-ə qədər çoxdur. Və bu nəyə görə belədir? İlk növbədə bu ondan irəli gəlir ki, ağır iş şəraiti var kişilərdə. Onlar daha çox zəhmət tələb edən işlərdə çalışırlar. Daha çox risk tələb edən sahələrdə, məsəl üçün hərbi sahədə kişilərin sayı daha çoxdur və hərbi işini onlar daha yaxşı görürlər. Daha bir səbəb isə təbii ki, müxtəlif peşələrdir. Xüsusən də tikinti sahəsində və yaxud da deyək ki, polislik peşəsi olsun. Bu tip peşələrdə kişilərin sayı çoxluq təşkil etdiyinə görə onların orta ömür müddəti az hesab olunur. Digər bir tərəfdən isə kişilərin stresli iş şəraitinə məruz qalmağı son illərdə, xüsusən də uzun iş saatları onların orta ömür müddətinin aşağı düşməsinə gətirib çıxardı. Başqa bir səbəb nədir? Başqa bir səbəb isə kişilərin ümumiyyətlə qadınlara nisbətən həkimə çox gec müraciət etmələrlə əlaqədardır. Belə ki, xanımlar daha çox müayinəyə və müalicəyə meyilli olurlar. Kişilərdə isə belə bir tendensiya təəssüf ki, müşahidə olunmur. Onlar son ana qədər saxlaya bilirlər və yaxud da səhhətlərində hər hansı bir problem varsa bunu görməzdən gəlirlər. Bu əsas məqamlardandır. Amma digər tərəfdən də ki, kişilərin özləri ümumiyyətlə böyük təzyiqə məruz qalırlar son illərdə. Mən daha çox bu səbəbləri psixoloji qiymətləndirərdim. Nə mənada psixoloji? Yəni kişilərin üzərində bir baskı var ki, onlar daha çox pul qazanmalıdırlar, daha çox uğurlu olmalıdırlar, onların həyatında daha çox nailiyyətlər olmalıdır. Bu kimi şeylər kişilərin üzərində bir təzyiq formalaşdırır. Yaxşı bir nümunə kimi, xüsusən də ailə məişət şəraitində az qazanan kişilər bir o qədər də təəssüf ki, müsbət qarşılanmır gördüyümüz qədərilə. Yəni, hətta xanımlar belə ailə qurarkən kişilərin maddi imkanına böyük diqqət yetirirlər və buna görə də kişilər, yəni ortalama bir kişi üzərində böyük təzyiq hiss eləyir. Elə hamımız da bilirik ki, birinci insan psixoloji xəstələnir, daha sonra isə bu onun fiziki xəstələnməyinə gətirib çıxardır. Xüsusən də yəni fərqi yoxdur, universitet təhsili olsun və yaxud da olmasın, hər hansısa bir sahəyə getməmişdən qabaq kişilər birinci növbədə pul qazanmağa fikirləşirlər. Çünki müasir kapitalizm şəraitində və eyni zamanda da sosial medianın təsiri ilə kişilər üzərlərində belə bir baskı hiss edirlər ki, onlar xanımları xoşbəxt etməkdən ötürü daha çox işləməlidirlər, daha çox çalışmalıdırlar, daha çox səy göstərməlidirlər və təbii ki, burada zaman-zaman onlar öz vaxtlarını, öz enerjilərini sərf edirlər. Başqa bir sözlə desə isə istismar olunurlar. Çünki müasir kapitalist münasibətlər pul üzərində qurulub və əslində insan pul qazanmadığı müddətcə həyatda bir qədər lazımsız fiqura çevrilir.
Çünki kapital münasibətlərinin kökündə məhz pul qazanmaq dayanır. Təbii ki, kişilər, yəni xanımlardan belə bir təzyiq gördükləri üçün, bir kapitalist sistemin yaratdığı bu mənfiliyi gördükləri üçün istər-istəməz daha tez yaşlanmağa məruz qalırlar. Şəxsi vaxtları olmur əksərən. Məsələn, ətrafımda tanıdığım bir çox belə insanlar var ki, işdən, gücdən və yaxud da özlərinə vaxt ayırmağa demək olar ki, bu haqda düşünmürlər. Belə ki, özlərinə hər hansısa bir şəxsi vaxt ayırsınlar və özləri üçün nəsə bir şeylər eləsinlər. Xüsusən də ən çox burada olan xəstəliklər arasında təbii ki, ürək damar xəstəlikləridir. Çox vaxt bunu zərərli içkilərlə, spirtlə və yaxud da siqaretlə də əlaqələndirirlər ki, məhz bu səbəblərdən kişilərin ömür müddəti qısadır. Amma mən deyərdim ki, burada daha çox psixoloji faktorlar var. Çünki hər şeyi ürəyində düşünən biz kişilər çox vaxt bunu deməyə və yaxud da bölüşməyə başqa insanlar da tapa bilmirik. Təəssüf ki, bu belədir. Yəni, hər hansısa bir psixoloq müraciəti və yaxud da həkim köməyindən istifadəsiz qalma istər-istəməz bizim vaxtından əvvəl bir növ desək fiziki olaraq təzyiqə məruz qalmağımıza gətirib çıxarır. Məsəl üçün, heç vaxt görməksiniz ki, bir xanım liftin şaxtasına yıxılsın, ölsün və yaxud da Allah eləməsin, təbii ki, belə bir hadisə baş versin. Amma bu tip riskli sahələrdə daha çox kişilər olurlar. Və yaxud da tikinti sahəsində daha əvvəldə qeyd elədiyim kimi kişilər daha çox zədələnmələrə məruz qalırlar, şikəst olurlar bəzən isə təəssüf ki, həyatlarını itirirlər. Yəni, ümumilikdə kişilərin üzərində böyük bir belə bir sistem var ki, onları daim işləməyə məcbur eləyir və fərqi yoxdur, istər ailəli olsun, istər subay olsun, onların daimi olaraq pul qazanmağa məcbur edilməsi, gözləntilərin onların üzərindən çox olması, daimi olaraq borclanmaya məruz qalması, bu da çox yaxşı bir əslində məqamdır ki, qeyd eləmək istəyərdim. Yəni, kişilərin, ümumiyyətlə dünyada insanların, orta statistik insanların borcları artmağa doğru gedir. Yəni, borclanan əhalinin sayı çoxalır və bunların arasında təbii ki, kişilər riski xoşladıqları üçün istər-istəməz daha çox borclanırlar, kreditlər götürürlər. Həm özləri üçün, həm ailə üzvləri üçün götürülən kreditlər, burada daha çox ipotek ola bilər, maşın ola bilər, telefon ola bilər və bu kreditlərin təbii ki, ödənməsi lazımdır. Bu borclanmanın altında təbii ki, kişilər özləri haqqında düşünməyə vaxt belə tapa bilmirlər. Çünki aydan aya məcburdular ki, həmin ödənişləri qaytarsınlar və istər-istəməz bu onların ümumi sağlamlığına ciddi təsir eləyir. Və bütün bunların fövqündə daha sonra qeyd eləmək istərdim ki, yəni həqiqətən də dünyada kişilərin üzərində böyük bir təzyiq var. Onlar daha az yaşayırlar, daha çox yüklənirlər və onların qeydində qalmaq lazımdır. Xüsusən də onlara yaxşı olardı ki, yəni ailələr tərəfindən daha çox dəstək olsun. Bu çox var. İstənilən bir kişinin düşünürəm ki, istirahət hüququ var. Yəni onların da vaxtdan vaxta istirahət eləməkləri olduqca vacibdir. Xüsusən də tək qalmaqları və yaxud da özlərini rahat hiss edə biləcəkləri məkanlara və yaxud da dostları ilə bir yerdə toplaşmağı çox önəmlidir. Kişilərin mənəvi və fiziki sağlamlığı üçün mən belə düşünürəm. Bəzən onlara icazə verilmir və yaxud da bəzən xüsusən də xanımlar tərəfindən ola bilər ki, müəyyən qədər təzyiq olunur, onların şəxsi bir növ desək öz dostları ilə sosiallaşmağı və s. kimi məqamlar. Mənə gəlir ki, bunlar çox vacibdir insan həyatında. Ümumiyyətlə, insan özü sosial varlıqdır. Xüsusən də kişilər çalışırlar ki, daha çox çalışırlar ki, bir sıra məqamlarda tək qalsınlar və bu təkliklərində özləri üçün biraz istirahət eləsinlər və bu çox vacibdir ki, onlar üçün belə bir şərait yaradılsın. Belə.